Deməli, davam edək. Baxacağımız ikinci sual telefon nömrəsidir. Telefon nömrəsi sualı, eee, göründüyü qədər çətin və ya göründüyü qədər asan deyil. Amma müəyyən bir, nümunələri başa düşsək, biz rahatlıqla cavabı tapa bilərik. Sualın şərtində bizdən nə istəyir? Bizə bir ədəd verilib. Ədədimiz çox uzundur. Yəni biz artıq burdan uzunluğunu 100 olduğunu görə bilərik. Yəni biz burdan başa düşürük ki, biz, long long tipində bu ədədi daxil edə bilmərik. Ancaq stringdən istifadə eləməliyik. Alacağımız bu rəqəm bizə müəyyən bir şərt ödəməlidir. İlkin 9 ilə başlayır. 9 rəqəmli olub, yəni bizə verdiyi 9 rəqəmli yox da bizim tapıb çıxışa verməli olduğumuz 9 rəqəmli olmalıdır və 4 ilə başlamalıdır. Yəni məsələn, burada bu nümunə bizə uyur. Baxsaq 4 ilə başlayır və uzunluğu 9-dur. Amma altdakıların uzunluğu 9 deyil və yaxud da 9 ola bilsə də, baxmayaraq ki, bunun uzunluğu 9-dur, burada 5 ilə başlamadığı üçün, məsələn, 5 ilə başladığı üçün, 4 ilə başlamadığı üçün bu halımız da beləliklə uyğun deyil. Yəni uyğun bir halımız deyil. Bəs yaxşı, bizdən nə edə bilərik? Ədədimiz dediyimiz kimi 100 sayımız 100-ə qədər çıxa bildiyi üçün mən bəzən istədiyim qədər rəqəm silə bilərəm. İstədiyim yerdən istədiyim rəqəmi silə bilərəm. Yəni məqsədim nədir? Bu şərti ödəyən bir hala gətirib bilirəmmi, yoxsa bilmirəmmi? Bunu yoxlamaqdır. Məsələn, burada bir test case kimi baxaq. Nə edə bilərik? Əvvəldəki 1-i silərik, tamam. Sayımız düşəcək 9-a və avtomatik nə olmuş olur? 4 ilə başlayan və uzunluğu 9 olan bir cavab alırıq. Amma altdakı test case-də nə məsələ var? Heç 4 olmadığı üçün mən hardan nə silməyimə baxmayaraq, heç vaxt 4 ilə başlayan bir başlanğıc ala bilmirəm deyə və uzunluğum avtomatikən 0-a düşdüyü üçün, çünki hər şey silmiş oluram məntiqən, ona görə də cavabımızı no alırıq. Sualın 2 dənə alt tapşırıqları var bu arada. Alt tapşırıqların biri 30 ballıq olana baxaq qısaca. Bizdən nə istəyir? Bizə deyir ki, yalnız 4 rəqəmlərindən ibarət olan bir string veriləcək. Onda biz nəyi yoxlaya bilərik? Bizə verdiyi n ədədini yoxlaya bilərik, yəni stringin uzunluğunu. Əgər mənim stringimin uzunluğu, yəni verdiyi n ədədi 9-dan böyük bərabərdirsə, bu zaman nə baş verəcək? Madəm ki, hər şey 4-dən ibarətdir, yəni ancaq 4-lərdir, deməli birinci şərtimiz, daha doğrusu ikinci şərtimiz ödənilir. 4 ilə başlamaq məsələsi həll olunub. Qaldı 9 rəqəmli olmaq məsələsinə. Orada da nə edəcəyik? 9-dan dediyim kimi böyük bərabərdirsə, mən onları silə bilərəm. Yox, əgər 9-dan kiçikdirsə, artıq mən heç bir şey əlavə edə bilmədiyim üçün, burada nə problem yaranır? Artıq uzunluğu artıra bilmədiyim üçün, burada no hal olacaq. Yəni, bir dənə if-lə yoxlaya bilərik ki, əgər n 9-dan böyük bərabərdirsə yes ver, deyilsə no ver. Bu həlli yazsaq sadəcə, bizə dedik 30 bal verəcək. Yəni, birinci alt tapşırıq həll olmuş olacaq. Yaxşı, bəs ümumi 100-lük həllə baxmaq istəsək, o zaman qaydaq sualımıza. Belə olduğu halda uşaqlar, biz nə edə bilərik? Belə düşünə bilərik ki, uzunluğumun 9 olma məsələsini gəlin ataq ikinci hissəyə. Yəni, bunu daha sonradan düşünək. Əvvəlcə bacardıq qədər mən elə bir şey eləməliyəm ki, minimum sayda ədəd silərək ilkin yerə 4 qoyum. Bunu başa düşəcəyiniz kimi mən əvvələ qoymaq istədiyim üçün əvvəldəkiləri silə-silə gedərəm. Çünki əvvəldəkini silməsəm, heç vaxt əvvəldəki yeni bir ədədlə, yəni 4-lə əvəz oluna bilməz. Onun üçün əvvəldən silə-silə gedərəm. Nə vaxta kimi? Ta bir 4 görənə qədər. Bu 4 görənə qədər gedirəm və ədədlərimi hər dəfə 4 olmadığı müddətdə silərəm. Əgər ilk 4 tapdım, onda duraram. Və durduğum andan sonraki sayızım artıq fikir verirsinizsə, qayıdırıq bayaqki 30 ballıq test case-ə. Əgər hər birinci şərt ödənilirsə, yenə mənə önəmli olan nədir? Sayızımın 9-dan böyük bərabər olmağıdır. Yəni n-im, artıq qalan n-im, yəni qalan sayızım 9-dan böyük bərabər olmalıdır. Əks halda cavabımız nə olacaq? Bu halda isə nə olacaq? Yes olacaq.
Bunu yoxlayıb, yəni bu 2 dənə hissəni yoxlayaraq mən cavabımı tapa bilərəm. Onda gəlin bir dəfəlik koda da baxaq. Nə etmişəm? Void solve funksiyasının içində yazmışam. Çünki bir neçə dəfə test case kimi sual verilə bilər bizə. N almışam və string s götürmüşəm. Bu ikisini daxil eləmişəm. Daha sonra baxın, s.size-ə qədər gedirəm, n-ə qədər yox. Niyə? Çünki mən 4 tapana qədər size-ımı azaldacam. Bu nə deməkdir? Yəni əvvəldəkiləri bir-bir silmiş olacam. Baxın, bizim məsələn nümunədə gələcək 1-ə baxacaq. Gələcək ki 1 4 deyil. Onun üçün size-ım 11 idi. Onu bir dənə azaldıb 10 eləyəcək. Və bu nə effekt yaradacaq? Sanki mən artıq bu 1-i silmişəm. Sonra keçəcək 4-ə. Aha. 4 tapdım, break elədim və dolayı yolla n-i azaltmamış oldum. Ona görə də size-ım 10 olaraq qalacaq. Və bu mənə artıq bir növ silmək operasiyası kimi gələcək. Niyə? Çünki biz bəzən həqiqətən bir şey deyəndə onu həqiqətən eləmək məcburiyyətində deyilik. Biz ən məşhur nümunə olaraq məsələn çıxışa 37 əvəzinə 3 və ya 7-ni yanaşı versək, kod bunu 37 kimi qəbul edir. Burada da bir şeyi 4-ü silmək deyəndə biz 4 olmayanları silmək deyəndə biz onu həqiqətən silmək məcburiyyətinə deyilik. Bəzən həqiqətən də gedib fərqli bir yollar axtarmaq məcburiyyətinə qalır. Mənə size-ımı kiçiltməyim hal-hazırda bütün şərti ödəyir. Size-ı kiçildərək gəldim. İndi şərt yoxlayıram. Şərti yoxlayanda deyirəm ki, 9-dan böyükdürsə, deməli axırdan və ya ortalardan 4 ilkin olandan başqa hər hansısa bir şey silsəm, yəni silə-silə gəlsəm, size-ımı 9-a düşürdə bilərəm də. Çünki məsələn 15 olan bir şeydən axırlardan deyək ki 6-sını silsəm, 6 dənə simvol silsəm, size-ım 9-a gələcək. Amma size-ım 7 olsa, mən onu heç cür gedib də axıra kimi çıxarda bilmərəm. Yəni 9-a kimi necəsə əlavə ədəd ora qoya bilmərəm. Ona görə də 9-dan kiçik olduğu halda da cavabıma no verəcəm. Bu qədər. Bu ilə də bu sualın sonuna gəlmiş olurum.